Salam əziz müəllimlər və abituriyentlər. Bugünkü dərsimiz Səfəvi Osmanlı müharibələrinin başlanması olacaq. Dərs 28 ilə davam edirik. Deyirik ki, Səfəvi dövləti yaranan zaman ilk dövrdə ümumiyyətlə Səfəvi dövləti Şiə dövlətidir və Sünni dövlətlərinə qarşı bir mübarizə aparacaqdır. Amma ilk dövrdə Səfəvi Osmanlı münasibətləri müharibə şəklində olmadı. Osmanlı Sultanı olan 2-ci Bəyazıd, həmin dövrdə hakimiyyət olan 2-ci Bəyazıd Şah İsmayılı və Səfəvi dövlətini dövlət kimi tanımışdı. Bunun hər hansı yeri yoxdur, amma yadımıza saxlayırıq ki, Osmanlı dövləti Səfəvi dövlətinin müstəqilliyini və dövlət kimi tanımışdı. Amma daha sonra hakimiyyətə gələn 1-ci Səlimin dövründə Səfəvi Osmanlı münasibətləri pozulacaq və bunların arasındakı münasibətlər gərginləşəcəkdir. Deyirik ki, müharibənin səbəbləri var idi, Səfəvi Osmanlı müharibəsinin başlamasının səbəbləri var idi. Hansı ki, Şah İsmayıl Səfəvi dövləti ərazisini Şərqi Anadoluya yaydı. Şərqi Anadolunun müəyyən ərazilərini ələ keçirmişdi artıq və eyni zamanda Osmanlılar da Şərqi Anadolunu özlərinə tabe etmək istəyirdilər. Və Şərqi Anadolu torpaqlarında mübarizə uğrunda Səfəvi və Osmanlı müharibəsinin başlamasının əsas səbəbi idi. Bu hansı Şərqi Anadoludur, bunu da deyək. Bu 1071-ci ildə Malazgirt döyüşündə Səlcuqlu dövlətinin həmişəlik Türk torpağının çevirdiyi Şərqi Anadolu torpaqları olacaqdır. Deyirik ki, əsas bir məsələ Şərqi Anadolu torpaqları uğrunda mübarizə idi ki, Səfəvilər Şərqi Anadolunu əllərində saxlamaq istəyirdi, Osmanlılar isə Şərqi Anadolunu ələ keçirmək istəyirdi. Və Azərbaycandan keçən mühüm ticarət yollarını Osmanlılar ələ keçirmək istəyirdi. Müharibənin bu səbəbləri var deyirik. Müharibə ərəfəsində həm 1-ci Səlim, həm də Şah İsmayılın tədbirləri olacaq. 1-ci Səlimin tədbirlərindən desək, deyirik ki, Macarıstan və Venesiya ilə sülh müqaviləsi bağlanmışdı. Bu isə 1-ci Səlimin Macarıstan və Venesiya ilə sülh bağlanması Osmanlı mövzusunun içərisində yoxdur. Bu Səfəvi mövzusunun içərisində var və biz bunu diqqətdə saxlayırıq. Deyirik ki, Şah İsmayılın da tədbirləri olacaq. Şah İsmayılın əsas məqsədlərindən biri ordulu islah almaq idi. Ordulu islah almaq üçün Portuqaliya ilə danışıqlara başlayıb və Portuqallara icazə verir ki, 1510-cu ildə Hörmüz boğazında möhkəmlənsin. Daha sonra isə Portuqallar verdiyi vədləri yerinə yetirmirlər. Həmçinin Səfəvilərin Hörmüz boğazı əllərindən çıxmış olur. Və Hörmüz boğazı 1510-cu ildə Portuqallar tərəfindən işğal olunacaq. Şah Abbas tərəfindən 1622-ci ildə geri alınmış olunacaq. Bunları ümumiləşdirsək, deyirik ki, əvvəl Səfəvilər, Osmanlılar Səfəvi dövlətinin dövlət müstəqilliyini tanıdı 2-ci Bəyazıdın dövründə. 1-ci Səlim gəldi, münasibətlər pozuldu. Münasibətlərin pozulmasının səbəbi nə idi? Şərqi Anadolu torpaqları uğrunda mübarizə idi və ticarət yolları uğrunda mübarizə idi. Müharibənin başlamasının səbəbləri. Deyirik ki, Səlim Macarıstan Venesiya ilə sülh bağladı, cihad əmri verdi bütün müsəlmanlara ki, Səfəvilərlə müharibə edək. Bir də Şah İsmayılın hansı tədbir olacaqdır? Şah İsmayıl da Qərb Avropa ölkələrlə əlaqə yaratdı. O cümlədən Portuqaliya ilə əlaqə yaradıb, onlardan ordulu silahlanmaq istəyirdi. Baş verən döyüş bir dənə döyüş olacaq. Burada Çaldıran döyüşü olacaq 1514-cü ildə. Bu döyüşdə Osmanlılar qalib gəldi, Səfəvilər məğlub oldu. Deyirik ki, Sultan Səlim Təbrizi ələ keçirir. Amma Təbrizdə çox qala bilmir, geri çəkilir. Bu döyüşün ümumi nəticəsi olaraq deyirik ki, Osmanlılar Mosusa qədər ki, Anadolu torpaqlarını, xüsusilə Şərqi Anadolu torpaqlarını ələ keçirmiş olacaqlar. Davam etsək, bu dövrdə, bundan sonra, bu Çaldıran döyüşündən sonra deyir ki, tərəflər arasında müharibə davam etmir. Şah İsmayıl çox yaxın silahdaşlarını bu müharibə vaxtı döyüşdə itirmişdi. Onun üçün mübarizəyə davam etmədi. Həmçinin Osmanlılar da 1-ci Səlim ölür və Səlimin yenə Süleyman keçir. Süleyman da ilk olaraq, ilk dövrdə hücumlarını Qərbi Avropaya edirdi. Onun üçün bu dövlətlər arasında 1514-cü ildən sonra 1534-cü ilə qədər hər hansı bir döyüş olmayacaqdır və yaxud da müharibə olmayacaq. Amma sülhdə bağlamamışlar. Deyirik ki, burada 1524-cü ildə hakimiyyətə Şah Təmasib gəlir Səfəvi dövlətində və Şah Təmasib hakimiyyətə gələn vaxt 10 yaşı olacaq və ilk dövrdə, hakimiyyətin ilk dövründə mərkəzi hakimiyyət uğrunda mübarizə qızışacaq. Hansı ki, Qızılbaş əmirləri mərkəzi hakimiyyətə tabe olmaq istəməyəcəklər və bu dövrdə, ilk dövrdə mərkəzi hakimiyyət zəifləyəcək. Amma ondan sonra isə Şah Təmasib bütün hakimiyyəti öz əlinə alacaqdır. Deyirik ki, Şah Təmasib Xorasanda özbəşlərlə 1534-cü ildə müharibədə döyüşdə olarkən Sultan Süleyman bundan istifadə edir. 1534-cü ildə Azərbaycanda birinci yürüşə gəlir.
Birinci yürüşə gələndə deyir ki, Şah Tamaşev Osmanlılara qarşı yandırılmış torpaq taktikasından istifadə edəcəkdir. Bu sözü tez-tez yadımıza salırıq. Yandırılmış torpaq taktikası nədir? Hansı ki, Osmanlılar qərbdən gəlirlər və Səfəvilər də qərb ərazilərində yerləşən şəhərlərində düşmənin əlinə keçə biləcək daşınmaz əmlaklarına, məsələn, evlər olsun, su quyuları olsun, ərzaqları olsun, mal-qaraları olsun, bunları ki, daşıya bilmirdilər, bunlara od vurub yandırırlar, bunları məhv edirdi ki, Osmanlı ordusu asan şəkildə irəliyə bilməsin. Bu, yandırılmış torpaq taktikası olacaqdır. Deyir ki, bu döyüşdə Sultan Süleyman 1-ci yürüş zamanı Təbriz şəhəri ələ keçirir. Burada dayanıraq. Baxın, Təbrizi ələ keçirmişdi 1-ci Səlim, Təbrizi ələ keçirmişdi Süleyman. Bunların ikisi üçün nə olacaq? Oxşar xüsusiyyət olacaq. Həm Təbrizi, həm də ki, həm 1-ci Süleyman, həm də 1-ci Səlim Təbriz şəhərini ələ keçirmiş olacaq. Deyir ki, 1-ci yürüşdə nəticəsiz qalmır, Osmanlılar Ərəb İraqını və yaxud da Bağdad şəhərini ələ keçirirlər. Süleymanın ikinci yürüşü olacaq 1535-ci ildə. 1535-ci ildə ikinci yürüş zamanı yenə Osmanlı qoşunları irəliləyir Sultaniyə şəhərinə qədər. Bundan sonra Osmanlıların yürüş xəbərini aldılar artıq 1535-ci ildə və Təbriz şəhərini boşaltmışdılar. Burada hər hansı bir Təbriz şəhərini işğal etdilərmi, işğal etməlilərmi soruşulan deyil, narahat olmayaq. Amma ikinci yürüşdə nə yadımıza saxlamalıyıq? Deyirik ki, Osmanlılar Həmədan şəhəri yaxınlığına qədər irəlilədilər. Həmədan şəhəri yaxınlığında Səfəvi və Osmanlılar arasında döyüş baş verir 1535-ci ildə. Bu döyüşdə Osmanlılar məğlub olur və Azərbaycandan geri qayıdırlar. Ümumiyyətlə, bütün yürüşləri nəzərə alsaq deyirik ki, Osmanlıların geri çəkilməsinin səbəbi nə idi? Ərzaq çatışmazlığı, əhalinin ciddi müqaviməti, qızılbaşların təzyiqləri, yəni bütün bunları götürə bilərik oxşar xüsusiyyət olaraq. Və bir də ki, bəzi yürüşlərində deyir ki, xəstəliklərin yayılmasını deyə bilərik. Süleymanın üçüncü yürüşü olacaq 1548-ci ildə. Deyir ki, 1538-ci ildə Səfəvi dövləti Şirvanşahlar dövlətinin süquta uğradı və Şirvan Bəylərbəyi yaradıldı. Buranın Bəylərbəyi oldu Əlqas Mirzə. Əlqas Mirzə 1547-ci ildə üsyan qaldırır hakimiyyəti ələ keçirmək üçün və məğlub olur, qaçır Osmanlı Sultanı Sultan Süleymanın yanına. Sultan Süleyman da Əlqas Mirzədən istifadə edir, Səfəvilər üzərinə 1548-ci ildə yürüşə gəlir. Bu yürüş zamanında yandırılmış torpaq taktikasından istifadə edilir. Amma bu yürüşdə də Osmanlılar uğur əldə etmirlər. Və bundan sonra deyirik ki, İsmail Mirzə Qars ərazisinə, Qars qalasına hücum edir. Osmanlılar üzərinə hücum edir İsmail Mirzə, Şah Təmasibin oğlu idi. Və Qars qalası da daxil olmaqla müəyyən əraziləri Osmanlılardan geri alır. Şah Təmasib 1552-ci ildə əks hücuma keçir Osmanlı üzərinə. Osmanlı üzərinə əks hücuma keçməsinin səbəbləri var idi. İstəyirdi ki, Osmanlıların Səfəvilərlə sərhəd ərazilərində, sərhəd şəhərlərində dağıtsın, yandırsın, məhv etsin ki, Osmanlılar rahat şəkildə Səfəvi ərazisinə hücum edə bilməsinlər. Həmçinin Osmanlı sülh bağlamaq istəmirdi. Osmanlılarla sülh bağlamağın, Osmanlı sultanı sülh bağlamağa məcbur etmək və Osmanlı sultanı əgər Səfəvi üzərinə hücum edəcəksə, bu hücum fikrindən yayındırmaq üçün 1552-ci ildə deyir ki, Anadoluya hücumlar etmişdir. Daha sonra Sultan Süleymanın 4-cü yürüşündən danışırıq 1554-cü ildə. Bu yürüşdə də yandırılmış torpaq taktikasından istifadə edilmişdir və deyir ki, bu yürüşdə Buğur döyüşü olur. Buğur döyüşündə Səfəvilər qalib gəlir. Osmanlılar Naxçıvanı ələ keçirib, Naxçıvanı yandırsalar da burada qala bilmirlər, ərzaq çatışmazlığı və ciddi müqavimətdən ötürü və geri qayıtmaq məcburiyyətindən qalırlar. Ümumiyyətlə deyir ki, Osmanlıların 4 dənə yürüşü oldu. Birinci yürüş 1534-dən başladıq, ikinci yürüş 1535, üçüncü yürüş 1548, dördüncü yürüşdə 1554-cü il olacaq. Bu yürüşlərdə birinci yürüşdə deyirik ki, Ərəb-İraqı Osmanlılar tərəfindən tutulur, yəni Bağdad birinci yürüşün nəticəsi olaraq Osmanlılar tərəfindən tutulur. İkinci yürüşdə deyirik ki, 1535-ci ildə olmuşdur. İkinci yürüşdə Həmədan döyüşü olur, Osmanlılar məğlub olur Həmədan döyüşü. Üçüncü yürüş 1548-ci ildə olmuşdur, burada Əlqas Mirzə bir rol olacaq. Amma daha sonra yenə Əlqas Mirzə tutularaq edam olunurdu üçüncü yürüşdən sonra, çünki Osmanlılar uğursuz oldular. Və dördüncü yürüşdə 1554-cü ildə olmuşdur, Osmanlılarla Səfəvilər arasında Buğur döyüşü olur 1554-də və Buğur döyüşünə yenə Səfəvilər qalib gəlir. Və bundan sonra Osmanlılar Naxçıvanı ələ keçirsələr də burada ciddi uğur qazana bilmirlər.
Burada daha sonra deməli 1514-55-ci il Osmanlı Səfəvi arasında baş verən döyüşlərdə deyirik ki, Çaldıran döyüşü baş verəcəkdir. Daha sonra Həmədan döyüşü və Buğurt döyüşləri baş verəcək. Birinci döyüşdə Çaldıran döyüşündə Osmanlılar qalibdir. Digər döyüşlərdə isə Səfəvilər qalib olacaq. 1554-cü ildən sonra Osmanlı və Səfəvilər arasında müharibəni dayandırmaq üçün 1555-ci ildə sülh müqaviləsi imzalandı. Bu bağlanan ilk müqavilə idi və həmçinin Osmanlı-Səfəvi müharibəsinin birinci mərhələsində son qoyuldu. Amasya müqaviləsidir. Amasya müqaviləsinə deyilir ki, şərtlərinə əsasən bütün Azərbaycan və Şərqi Gürcüstan Səfəvlərdə qalırdı. Buna diqqət edin. Bütün Azərbaycan və Şərqi Gürcüstan Səfəvlərdə qalırdı. Bağdadın adı var idi. Ərəb İraqı deyirdilər Bağdada. Buna testlərdə Bağdad kimi də qarşımıza çıxa bilər, Ərəb İraqı kimi də qarşımıza çıxa bilər. Eynidir. Eyni mənanı ifadə edir. Bağdad və Qərbi Gürcüstan isə Osmanlılarda qalırdı. Bu bağlanan ilk sülh müqaviləsidir. Həmçinin deyir ki, Təbriz şəhəri Osmanlılar tərəfindən 1514-də daxil olmaqla, Səlim tərəfindən daxil olmaqla, Süleyman da bir neçə Təbriz şəhərini tutduğu üçün artıq Şah Təhmasib bundan ehtiyat etdi və paytaxtı Təbriz şəhərindən Qəzvin şəhərinə köçürdü 1555-ci ildə. Deyir ki, Təhmasib 1538-ci ildə Azərbaycanı birləşdirmək üçün, vahid şəkildə birləşdirmək üçün Şirvanşahlarda Şahrux hakimiyyətə gəldi və hakimiyyət onda baş verən mübarizədən istifadə etdi. Əlqas Mirzəni Şirvan üzərinə yürüşə göndərdi. Əlqas Mirzə Buğurt qalasını mühasirəyə alır və həmin vaxtda deyir ki, Şah Təhmasib özü də ora getmişdi. Daha sonra isə Şahrux Təbrizə gətirilərək edam olundu və Dərbəndlər sülaləsinə, Şirvanşahlar dövlətinə son qoyuldu və Şirvan ərazisi Səfəvi dövlətinin tərkibində Bəylərbəyliyə çevrildi. İlk Bəylərbəylidə Əlqas Mirzə olmuşdu, amma Əlqas Mirzə 1547-ci ildə qiyam qaldırmışdı, üsyan etmişdi qardaşına qarşı hakimiyyəti ələ keçirmək üçün. Daha sonra Osmanlı sarayına qaçsa da 1548-ci ildə Sultan Süleymanın Azərbaycana 3-cü yürüşü baş verir, uğursuz olurlar bu yürüşdə. Əlqas Mirzə daha sonra tutularaq edam olunur. Şirvan Səfəvi dövlətinin tərkibində birləşdirir. Təhmasib Azərbaycanı tamamilə birləşdirmək üçün Şəkini 1551-ci ildə Şəkiyə hücum edir və Şəki hakimliyini ləğv edir. Toyğun bəy Qacarı buranın ilk qızılbaş hakimi təyin edir və bununla da müstəqil vahid Azərbaycan vahid şəkildə birləşmə prosesi başa çatmış olur. Azərbaycanın vahid şəkildə birləşmə prosesi iki mərhələlidir, deyilir. Birinci mərhələ 1538 Şirvanşah dövlətinin süquta uğradılması, ikinci mərhələ 1555 Şəki hakimliyinin süquta uğradılması ilə. Hər iki mərhələli deyir ki, 1551-ci ildə sona çatır. Bunu yadımıza saxlayaq. İkinci Səfəvi Osmanlı müharibələrindən danışaq, 1578-90-cı ildə əhatə edəcək. Amma ondan öncə 1576-cı ildə, 1576-da Şah Təhmasib ölür. Şah Təhmasib öləndən sonra oğlanları İsmail, Heydər və Məhəmməd Mirzə arasında hakimiyyət uğrunda mübarizə başlayır. Heydər Mirzə deyir ki, ustası tayfası tərəfindən Qəzvində öldürülür. Bundan sonra hakimiyyət uğrunda 2-ci İsmail və Xudavəndə mübarizə aparır. 2-ci İsmail hakimiyyəti ələ alır 1576-77-ci illərdə. 2-ci İsmailin dövründə deyir ki, mərkəzləşmə siyasət aparacaq, kütləvi cəza tədbirləri gördü Qızılbaş əyanlarına qarşı. Həmçinin o, Şiə və Sünni ixtilafına son qoymaq, İslamda məzhəbçiliyə son qoymaq istəyirdi. Bunu yadımıza saxlayaq, bunu biz oxşarlaşdırıq Nadir Şahla. Nadir Şah da bilir ki, Səfəvilər dini dövlət idi, buna son qoymuşdu. Nadir Şahın yaracağı dövlət dünyəvi dövlət olacaqdır və o da Şiə-Sünni ixtilafına son qoymaq istəyirdi. İkinci İsmail'da da biz bunu görürük. İkinci İsmail bütün bunlarla yanaşı bunu etdiyinə görə iri əyanlar tərəfindən sui-qəsd hazırlanır. İkinci İsmail hakimiyyətdən kənarlaşdırılır, öldürülür və onun yerinə Məhəmməd Xudavəndə keçir. Məhəmməd Xudavəndənin dövrü 1578-87-ci illərdir. Mərkəzi hakimiyyət daha da zəifləyir bunun dövründə və deyir ki, onun aradı məhdudiyyə demək olar ki, bütün dövlət orqanlarını ələ almışdır. Özü də şahın dini və dünyəvi işlər üzrə vəkil edir. Və onun qohumu olan Mirzə Salman mühüm işlərə tacikləri, farsları gətirirdi. Bu da təbii ki, Türk Qızılbaş əyanları arasında ciddi narazılığa səbəb olmuşdur. Bunu Səfəvi dövlətinin zəifləməsini kənardan görən Osmanlı Sultanı 3-cü Murad həmlə etdi və o Van hakimi Xosrov Paşaya məlumat göndərərək Xoy şəhərində kürdlərin qiyamını təşkil etdi.
Daha sonra Xosrov Paşa bu qiyamı yatırmaq üçün güya qiyam yatırıb Xoy şəhərinə hücum etdi. Xoy şəhərdə Səfəvi dövlətinin ərazisidir. Və nə oldu? Osmanlı ordusu Səfəvi dövlətinin ərazisinə hücum etdi. Çünki artıq Səfəvi dövləti bu dövrdə zəifləmişdi. Və Osmanlı-Səfəvi müharibəsi başlamış oldu. Amasya müqaviləsinin şərtləri pozulmuş oldu. İkinci Səfəvi-Osmanlı müharibələri 1578 və 90-cı illərdə başlamış olacaq. Baş verən ilk döyüşlərdə deyir ki, Mustafa Lələ Paşa 3-cü Sultan Muradın əmri ilə 100 minlik qoşunla Gürcüstan istiqamətində Səfəvilər dövləti üzərinə hücuma keçdi və baş verən ilk döyüşlərdə, amma döyüşlərin adları yoxdur. Səfəvilər, Qızılbaşlar qalib gəlsələr də, sonraki döyüşlərdə Osmanlılar ciddi uğur əldə etdilər. Döyüşlərin hansı döyüşlər olacaq? 4 dənə döyüşün adını deyirik. Çıldır döyüşünün adını deyirik, 1578-ci ildə baş vermişdir. Bu döyüşdə Osmanlılar qalib gəldi, Səfəvilər məğlub olacaq. Osmanlıların qalib gəlməsinin səbəbləri var idi. Deyir ki, sadəcə Osmanlı ordusu daha çox idi və Qızılbaş əmirləri arasında ixtilaf var idi. Bunun üçün Səfəvi qoşunu bu döyüşdə məğlub oldu. Bu döyüşdə məğlub oldu, Osmanlılar qalib gəldilər, Şərqi Gürcüstanı ələ keçirdilər və bu döyüşdən sonra deyir ki, Osmanlı ordusu Şirvan şəhərini işğal etdi. Və demək olar ki, Osmanlı qoşunu Şirvanı tutandan sonra bütün Şimali Azərbaycana nəzarəti ələ keçirdi. Bu xəbəri alan Şah Məhəmməd Xudavəndə oğlunu başkomandan təyin edir ordunun. Həmzə Mirzə ordusu ilə birlikdə Osmanlılar üzərinə hücuma keçir. Baş verən Molla Həsəni döyüşündə 1578-ci ildə Osmanlılar bu döyüşdə məğlub olurlar, Səfəvilər qalib gəlirlər və Səfəvilər Şirvan şəhərini azad edirlər. Deyirik ki, Osmanlılar Azərbaycana hücum edən zaman Osmanlıların vassalları vardı, Krım xanları. Krım xanları da Osmanlılarla birlikdə Səfəvi dövlətinə hücum etmişdilər. Hətta Molla Həsənin döyüşündə Krım xanı Adil Cəray məğlub edilir və əsir alınır. Bunu yadımıza saxlayaq. Deyir ki, bu döyüşdə Molla Həsəndən sonra Qızılbaşlar, yəni Səfəvilər Dərbənd şəhərini ələ keçirmək istəsələr də ələ keçirə bilmirlər və Osmanlılar artıq Azərbaycana çoxlu qüvvələr gətirmiş olacaqlar. Niyazabad döyüşü baş verəcək 1583-cü ildə tərəflər arasında. Bu döyüş Səfəvilərin bu müharibədə sonuncu ən böyük uğuru adlandırmaq olar. Çünki axırıncı qələbəsi olacaqdır. Bu döyüşdə deyir ki, Səfəvilər qalib gələcəklər və bu döyüşdən sonra Osmanlılar həm daha çox ordu gətirəcəklər Azərbaycana, həmçinin Qızılbaş əyanları arasında olan ixtilaflar, mərkəzi hakimiyyətin zəifliyi, bütün bunlar Səfəvilərin uğurlu birlikdə mübarizəsinin qarşısını alacaq. Hansı ki, Səfəvilər 2 dənə ardıcıl döyüşdə qalib gəlirlər, Molla Həsən və Niyazabad döyüşündə. Amma Səfəvilərin mərkəzi hakimiyyətinin zəif olması və Qızılbaş əyanları arasında ixtilafın olması müharibənin sonraki taleyinə Səfəvilərin məğlub olmasına gətirib çıxaracaqdır. Daha sonra Osmanlılar deyil, Çuxur səhədi tuturlar 1583-cü ildə. 1585-ci ildə tərəflər arasında Sufyan döyüşü olur. Sufyan döyüşündə Osmanlılar qalib gəlirlər, Səfəvilər məğlub olurlar. Osmanlılar qalib gəlib Təbriz şəhərini ələ keçirirlər və Təbrizdə məşhur deyir ki, Uzun Həsən tərəfindən Təbriz şəhərində yaradılmış Qeysəriyyə bazarı dağıdılmışdı Osmanlılar tərəfindən. 1585-ci ildə Sufyan döyüşündə Osmanlılar qalib gəldilər və Təbriz şəhərini ələ keçirdilər və qeyd etdiyimiz kimi və bundan sonra Osmanlı Səfəvilər arasında sülh danışıqları başladı. Bu sülh danışıqlarına Həmzə Mirzə başçılıq edirdi. Həmzə Mirzənin bir adını nə vaxt çəkmişdik? Molla Həsənin döyüşünə çəkmişdik, yadımıza qalsın. Deyir ki, burada Osmanlılar istəyirdilər ki, tutduqları bütün torpaqlar Osmanlılarda qalsın, o cümlədən Təbriz şəhəri. Amma Həmzə Mirzə isə Təbriz şəhərinin Səfəvlərdə qalması ilə sülhün imzalanacağına dair razılıq vermişdir. Və bu sülh danışıqları gedən vaxtda 1586-cı ildə Həmzə Mirzə sui-qəsd nəticəsində öldürülür və sülh danışıqları yarımçıq qalır. Və Osmanlılar bundan öncə Şeybaniləri də Səfəvi dövlətinə hücum etmək üçün təhrik etmişdilər və Səfəvilər hər iki dövlətlə müharibə aparmaq məcburiyyətinə qalmışdır. Sülh danışıqları yarımçıq qalandan sonra 1586-89-cu ildə Osmanlılar deyir ki, Azərbaycanın böyük hissəsini tuturlar. Şeybanilər 1589-88-89-cu illərdə Xorasanı tuturlar. Burada diqqət edək, artıq biz burada götürürük ki, Şeybanilərin Xorasanı tutması Şah Məhəmməd Xudavəndin dövründə deyil, Şah Abbasın dövründə olacaq. Amma Abbas onda hələ tam şəkildə birlikdə bütün dövlət idarəsinin
əlinə düzdür, hökmdar olsa da, yəni dövlət həmin vaxtda zəifləyirdi. Osmanlılarla müharibə gedən vaxtda Xorasan itirilmişdi. 1587-ci ildə Şah Məmməd Xudavəndi hakimiyyətdən kənarlaşdırılır. Onun yerinə Şah Abbas gəlir, Böyük Abbas adlı tarixi şəhərdir. Şah Abbas 1587-ci ilin 1929-cu illərdə hakimiyyətdə olmuşdur. Şah Abbas hakimiyyətə gələndə iki dövlətlə müharibə apardı. Həm Şeybanilər, həm Osmanlılar və Şah Abbasın ilk tədbirləri nə olacaqdır? Osmanlılarla sülh danışıqlarına başladı ilk tədbir olaraq və Osmanlılarla dərhal müharibəni dayandırmaq və sülh bağlamaq istəyirdi. Hansı ki, dövlət artıq süqut etmək dövrünə daxil olmuşdur deyə bilərik. Və eyni zamanda mərkəzdə tabe olmayan hərbi köçər əyanlar vardı. Hərbi köçər əyanların hamısını cəzalandırmışdı. Yadımıza salaq, 2-ci İsmayıl da hərbi köçər əyanları cəzalandırmışdı. Amma 2-ci İsmayılı öldürüldü, Şah Abbas afərin dedilər. Çünki 2-ci İsmayılı cəzalandıranda Osmanlılarla müharibə başlamamışdı, Osmanlılar hücum etməmişdi. Amma Şah Abbas hərbi köçər əyanları cəzalandıranda artıq Osmanlı dövlətinin böyük ərazisini itirmişdi həqiqətən. Qızılbaş tayfa başları qorxurdular ki, bütün dövlət süqut olacaq, Osmanlıların tərkibinə daxil olacaq. Və bunun üçün hansı ki, Şah Abbas kütləyə cəza tədbirləri görəndə, ona heç kim sən niyə cəza tədbirləri görürsən demədi. Daha sonra orduda tayfa müxtəlifliyi nədir? Orada irsilik prinsipini ləğv etdi. Yəni tayfalarda irsilik prinsipini ləğv etdi. Əvvəl hansısa tayfa başçısı öləndə, ondan sonra onun oğlu keçirdi hakimiyyətə, yəni tayfa başçısı oldu. Bu prinsipi ləğv etdi. Ancaq şahın yaxın adamları, şahın etimadını qazanmış şəxslər tayfa başçısı ola bilərdi. Şah Abbas Osmanlılarla başlanan sülh danışıqlarına davam etdirir və 1590-cı ildə tərəflər arasında İstanbul müqaviləsi bağlanır. Və İstanbul müqaviləsinin şərtlərinə əsasən Ərdəbil, Zəncan, Xalxaldır, Qəzvindir, İsfahandır, daha sonra Lənkərandır. Bu əyalətlər qalardı Səfəvilərdə. Amma hansı ki, Təbrizdə daxil olmaqla bütün Şimali Azərbaycan əraziləri verilirdi Osmanlılara. Həmçinin Osmanlılara verilən ərazilərdən biz Şərqi Gürcüstan və ümumiyyətlə Gürcüstan deyirik ki, Osmanlılarda vardı. Bunu yadımıza saxlayaq. Daha sonra Osmanlılar hansı ki, Şimali Azərbaycanı tutulurlar, Təbrizdə daxil olmaq. Təbriz Cənubi Azərbaycan idi, yəni bütün Şimali Azərbaycan bu dövrdə artıq Osmanlıların hakimiyyəti altında idi. Təbrizi də Cənubi Azərbaycan orada aid. Bu Təbrizi tez-tez çəkirəm, çünki qarışıq Təbriz mühüm belə şəhərlərdən biridir. Xəritə sualı kimi də bizim qarşımıza çıxa bilər. Onun üçün bunu yadımıza saxlayaq. Çünki kitabda konkret Təbrizin adı yazılmayıb. Deyə mən xüsusilə bura Təbrizin adını qeyd etmək istədim. Osmanlılar işğal etdiyi ərazilərdə vilayətlərə bölürdülər və öz idarəçilik sistemlərini qurdular. Onlardan da bir sancaqlıq idarəçilik, inzibati idarə etmə sistemidir deyə bilərik. Həmçinin əhalinin siyahıya aldılar, əhalinin üzərində yeni vergi və mükəlləfiyyətlər tətbiq etdilər deyə bilərik. Şah Abbas hakimiyyətə gəldikdən sonra islahatlar keçiriləcək dövründə. Şah Abbasın hakimiyyətə gələndə beləlikdə Səfəvi dövlətinin iqtisadi, siyasi cəhətdən çökmüşdü. Hərbisi, ordusu dağınıq idi, vahid komandanlıq yox idi və Səfəvi dövləti tənəzzül dövründə idi. Sual düşsə ki, niyə islahat keçirmək istəyirdi, niyə olacaq? Yəni bunun beləlikdə bu cümlələri əzbərləməsək belə, kitabda qarşımıza çıxanda, testdə qarşımıza çıxanda biz bunları yaza bilərik. Səfəvi dövlətinin əvvəlki qüdrətini bərpa etmək, işğal olunmuş torpaqları geri almaq, daimi nizamı ordu yaratmaq, dövlətin iqtisadi siyasi cəhətdən dövlətini möhkəmləndirmək. Yəni bunları beləlikdə testdə də tapmaq bizim üçün düşünürəm ki, rahat olar. İndi keçirdiyi islahatlardan hərbi islahatına baxırıq. Görək hərbi islahatına əsasən Şah Abbas nələr etmişdir. Şah Abbas irsilik prinsipini ləğv etmişdir tayfalarda. Hansı ki, tayfalarda irsilik prinsipi olduğu üçün əvvəl öz başlanılıq edirdilər. Heç səriştəsi olmayan şəxs tayfa başçısı ola bilirdi, amma bunu ləğv etdi. Hər bir tayfa başçısını Şah özü təyin edirdi və belə bunun Səfəvi dövlətinin əhəmiyyəti nə idi, onu deyim. Səfəvi dövlətində qoşunun əsas hissəsini qızılbaş tayfaları təşkil edirdi. Bu yarım köçər tayfalar idi. Yəni qoşunun əsas hissəsini tayfalar təşkil edirdi. Və bu tayfalar da səriştəsiz şəxslər bu tayfaları idarə edəndə artıq nə olacaq? Ümumi qoşun zəif olacaq. Və Şah Abbas birinci bunu ləğv etdi ki, bunları beləlikdə nizamı almaq və bunları mərkəzi hakimiyyətə tabe etmək üçün öz adamların həmin tayfaları başçı təyin edirdi. Tayfa müxtəlifliyi əsasında qoşun yaratdı və bu qoşun artıq qeyri-nizami ordudan nizami orduya keçirdi. Tayfa müxtəlifliyi əsasında
qoşun yaratması Şah Abbası oxşarlaşdırar, deyək ki, Çingiz xanla, oxşarlaşdırar Səlcuq hökmdarı 1-ci Məlik Şahla oxşarlaşdırır. Və deyir ki, qızılbaşlara tək başına silah gəzdirməkdir, qadağandır. Yəni, ümumiyyətlə bu, bütün belə ordunu tamamilə yenidən dizayn etdi və ordunu əvvəlkindən də daha da belə dəyişdi, daha da qüvvətləndirdi deyə bilərik. Bu dövrdə Səfəvi ordusu süvari qoşunlardan ibarət idi və daimi nizami qoşunlardan ibarət idi deyə bilərik. Süvari qoşun Ənəvi qoşunu idi, Qızılbaş qoşunu idi, Qızılbaş tayfalarından təşkil edən qoşunu idi, müharibə zamanı toplanırdı. Biraz əvvəl getsək, Ağqoyunlu qoşunlarının iki hissəyə bölünmüşdür, yadımıza salaq. Ənəvi qoşunu vardı və xassəl hissələri vardı. Ənəvi qoşun deyək ki, müharibə zamanı toplanan qoşun idi. Burada da Qızılbaş qoşunu atlı qoşunlar idi. Bunlar da müharibə vaxtı yığılan qoşun idi. Amma Şah Abbas nə etdi? Daimi topçular və tüfəngçilər yaratdı. Qulamları Yeniçəri piyadaları əsasında, yəni o formada dizayn etdi, yaratdı. Hansı ki, qulamlar kimlər idi? Qafqazda yaşayan xristian ailələrindən alınmış, uşaq yaşlarında alınmış uşaqlar yetişdirilirdi, əsgər kimi yetişdirilirdi. Və deyək ki, qulamlar şahın əsas zərbə qüvvəsidir. Tüfəngçilər yaratdı. Tüfəngçilərin yaratması nə deməkdir? Yəni, artıq Səfəvi ordusunda Osmanlılar kimi ordulu silahlardan geniş istifadə edilməyə başlanıldı. Deyək ki, tüfəngçilərin sayı 12 minə çatırdı. Bu da həqiqətən çox böyük bir rəqəm idi həmin dövrdə Səfəvilər üçün. Və rəiyyətin arasına xüsusi siyahı ilə şəxslər çağırırdı, hansı ki, tüfəngçilərin olduğu xüsusi qoşun növünə. Və topçu dəstələri yaratdı və deyir ki, Səfəvi qoşununun 500-ə qədər səhra topu var idi bu dövrdə. Daha sonra deyir ki, Şah Abbas vergi islahat da keçirdi. Bəzi şəhərlərdə vergiləri azaldır, vergiləri isə bəzilərdə isə ləğv edir. Ümumiyyətlə, vergi sahəsində nizam-intizam yaradır. Vergilərin yığılma qaydasından və toplanması, nə qədər yığılacaq, nə qədər toplanacaq, bunların hamısını dəqiqləşdirilmişdir. Cəlalilər hərəkatından danışırıq. Deyir ki, Cəlalilər hərəkatı 16-cı əsrdə Tokatda başlamışdır, Şeyx Cəlal dövründə başlamışdır. Əsasən Osmanlı şərq əyalətlərində və Azərbaycanda yayılmışdır bu hərəkat. Cəlalilər hərəkatı Osmanlılara qarşı yaranmış bir hərəkat idi. Sizcə Abbas bu hərəkatı dəstəkləsin, yoxsa dəstəkləməsin? Əlbəttə ki, dəstəkləyəcək və yaxud da Səfəvilər bu hərəkatı dəstəkləyəcək. Çünki bu hərəkat Osmanlılara qarşı bir hərəkat idi. Və eyni zamanda deyir ki, Şah Abbas bunlara dəstək verirdi. Təbriz şəhərində 1591-ci ildə Cəlalilər hərəkatı böyük üsyan etmişlər Osmanlılara qarşı. Bu üsyanların olması da Şah Abbas üçün müsbət idi. Çünki bu üsyanlar olacaqdı. Daha sonra Şah Abbas bu ərazilər, bu işğal olmuş şəhərlərimizi Osmanlılardan asanlıqla ala biləcəkdir. Daha sonra Şah Abbas müəyyən şəhərlərə icazə verir ki, Cəlalilər hərəkatının nümayəndələri bu şəhərləri məskunlaşsınlar. Onlardan da biri İrəvan şəhəridir. Deyir ki, Şah Abbas Cəlalilər hərəkatına icazə verir. Onlar Çuxursəd Bəylərbəyiliyində yerləşən İrəvan şəhərində 1608-ci ildə məskunlaşırlar.